Məktəbdə müəllim-şagird münasibətləri həmişə çox vacib amil sayılır. Bu münasibətlər normal tənzimləndiyi halda həm təhsilin səviyyəsi yüksək olur, həm də şagirdlər təlimə, tərbiyəyə yiyələnirlər. Bəzən isə elə olur ki, müəllim uşaqlara elm verməklə yanaşı onlara zor da tətbiq edir. Elə bu cür faktlar isə mütəmadi olaraq sosial şəbəkələrdə tez-tez yayılır. Son belə fakt isə Sumqayıtda 22 nömrəli məktəbdə 8-ci sinifdə qeydə alındı. Təhsil olacağını müəllim və şagird kollektivi həmin müəllimin aqressiv olmadığını desə də artıq bu fakt da onun xeyrinə olmadı və müəllim işdən azad edildi. Məsələni Vüsalə Xanməməd qızı araşdırıb. Gördüyünüz bu kadrlar Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinifində çəkilib. Tarix müəllimi İdris Hüseynov 8-ci sinif şagirdi Kənan Xankişizadəni döyür. Müəllimi özündən çıxaran səbəb nə olur olsun, onun şagird üzərinə bu şəkildə hücum çəkməsi izləyən hər kəsdə ikrah hissi oyatdı. Görüntülər məktəbin müəllim və şagird kollektivini də şoka salmışdı. Onları daha çox təəccübləndirən isə İdris müəllimi illərlə bu cür tanımamaları idi. İdris müəllimi uzun illərdir tanıyırıq. Tarix müəllimi kimi çox savadlı müəllimdir. Fənnini gözəl tədris edir. Uşaqların dərin məhəbbətini, valideynlərin məhəbbətini qazanan bir insandır. Çox yaxşı müəllim idi. Mənə 4 il dərs deyib, 5-ci sinifdən 9-cu sinifə kimi. Bir dəfə, bir-iki dəfə olar əsəbləşmək. O da hər insanda olur da, yəni. Kollektiv müəllimin nə qədər yaxşı qələmə verməyə çalışsa da, etdiyi hərəkət onun müəllim karyerasına ləkə oldu. İdris Hüseynov artıq vəzifəsindən kənarlaşdırılıb. Hal-hazırda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi tərəfindən xidməti araşdırma aparılır və bu araşdırma aparıldıqdan sonra müvafiq qurumlara bu araşdırma materialları təqdim oluna bilər. Bu araşdırmaların sonunda müəllimin əməlində cinayət tərkibi müəyyən olunarsa və araşdırmalar hüquq mühafizə orqanlarında davam etdirilərsə, şagirdinə əl qaldıran müəllim hətta həbs oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsinə görə döymə əməli 500 manatdan 1000 manata qədər cərimə və deməli 15 günə qədər inzibati həbs cəzası ilə tətbiq edilir. Müəllim cəmiyyətin güzgüsüdür. Çünki sabahki cəmiyyətin məhz o bugün sinif otaqlarında formalaşdırır. Hər hansı kobud münasibət həmin şagirdin cəmiyyətə qarşı aqressiv olmasını və ətrafındakılara da həmin kobudluğu göstərməsini təbliğ edir. Elə müəllim peşəsinin də çətinlikləri budur. Sən təlim-tərbiyə verməlisən, qarşındakı uşağın hansı xasiyyətdə olmasından, özünü necə aparmasından asılı olmayaraq səbirli davranmalısan. Bu isə o qədər asan deyil. Bir də ki, asan olsaydı, hər kəs əsl müəllim zirvəsinə yüksələrdi.